Qəhrəmanlar ölmürlər, onlar əbədiyyən yaşayırlar. Bəzən başqa simada, görkəmdə dünyaya yenidən gəlirlər. Hələ Azərbaycan kimi ərənlər diyarında igidlər tükənməz. Biz bir ölüb, min dirilərik. Dillərə dastan olan Vətən müharibəsində sona qədər savaşan bir igid vardı. Onun adı da, ayaması da bizə tanışdır. O, şəhid Mehdi Şixaliyevdir. Ləqəbi də Mixailo. Bu adı daşıyan iki qəhrəmanımız var. Biri 2-ci Dünya müharibəsində şücaət göstərən Mehdi Hüseynzadə, digəri Vətən savaşında qəhrəmancasına şəhadətə ucalan Mehdi Şixaliyev. Şixaliyev Mehdi Yalçınoğlu 1996-cı ilin fevralın 16-sında Hacıqablı rayonunun Meyniman kəndində anadan olub. Orta məktəbi Doğma kəndində oxuyub. 2014-cü ildə hərbi xidmətə yola düşüb. Daha sonra xüsusi təyinatlı qüvvələrin hərbiçisi olub. Xüsusi təyinatlı qüvvələrin 100 ballıq sınağından 96 göstərici ilə 6 aylıq kursa qəbul olunub.